Hər vaxtınız xeyir olsun, əziz Yurt Media izləyiciləri. Bugündən etibarən ölkəmizin bölgələrin həyatının işıqlandırılması ilə bağlı yeni yurttaş layihəmizə başlayırıq. Və layihənin ilk qonağı millət vəkili Razi Nurullayevdir. Razi bəy, xoş gördük sizi studiyamızda. Xoş gördük. Açığı bu verilişə hazırlaşarkən ilk gözümüzə dəyən sizin bir turistin qarşılamaq üçün Bakıdan Qazaxa yollanmağınız oldu. Açığı o həmin fakt geniş müzakirələrə səbəb oldu. Yəni ki, ölkədə bir turizmə məhsul bir şəxs yoxdurmu ki, millət vəkili Bakıdan Qazaxa qədər getdi həmin turisti qarşılamağa. Bir barədə o barədə danışardı zəhmət olmasa. Mən bir qısa bir arayış verim. Demək, Taina Liekari Finlandiyalı turistdir və Guinness Rekordlar kitabına düşmək üçün 40.000 kilometr piyada gəzməlidir. Ölkələrdə olanmalıdır. Madrid şəhərindən başlayıb və bu günə kimi 6.000 kilometr yol qət edib. Həmin o Finlandiyalı turist Gürcüstana kimi gəlib və oradan keçmək istəyəndə Azərbaycana təbii ki, quru sərhədlər bağlı olduğuna görə məcbur olub gəlsin Bakıya, Bakıdan Qazaxa yollansın. Və bu turistin məşəqqətli yolunu Razi bəy izləyib və xahiş edirəm təsərrüfatınızı danışarsınız bu barədə. Taina Liekari dediyiniz kimi Finlandiyalı turistdir. Ben onu Gürcüstanda olan zaman artıq Azərbaycanla bağlı videolar paylaşırdı və bəzi narazılıqlarını bildirirdi ki, mən keçə bilmirəm. Onun əlində müəyyən sənədləri olub. O əvvəlcədən bilib ki, quru sərhədli bağlıdır, amma müəyyən yerdən kağızlar hazırlayıb və düşünüb ki, onu buraxacaqlar, buraxılmayıb. Və onun narahat sıralı olub ki, o Azərbaycana gəldiyi vaxtda artıq ucuz biletlər qalmayıb və məcbur olub biznes klass bileti alıb təyyarəyə. Bu da ona başa gəlib hadisə 1200-1300 manata. Və bu da buna görə əsəbləşmişdi, videolar paylaşırdı, videonun altında yüzlərlə şərhlər var idi və düşünürdü və orada Azərbaycanı qınayanlar da var idi və s. Ben onu izlədim, sonra o videonu mənə atdılar, çünki mən Azərbaycan Finlandiya Parlamentlər arası dostluq qrupunun rəhbəriyəm. Və sonra mən onunla əlaqə saxladım, daha doğrusu Instagramımda yazdım ona, o da cavab yazdı, telefonunu göndərdi. Artıq mən bildim ki, o Azərbaycana uçub Qazaxa gedib və çünki həmin Qırmızı Körpüdən də piyada yolunu Bakıya başlamalıydı. Və gördüm ki, yenə də narazılıqları var, narahatlıqları var, isti havadır və s. Və düşündüm ki, mən onun müəyyən mənada könlünü almalıyam, Azərbaycanı ona başqa bir səmtdən tanıtdırmalıyam. Turizm agentliyi ilə əlaqə saxladım. Sağ olsunlar, onlar da müəyyən məlumatları mənə verdilər. Onlara da məlumat verdim, aidiyyatı dövlət qurumlarına da bununla bağlı məlumat verdim, məlumatlandırdım. O məlumatları da götürdüm, özümlə getdim Qazaxa, onu orada gördüm. Bir yerdə yemək yedik, çay içdik, müəyyən hörmətlərimi ona göstərdim, qayğımı göstərdim, danışdım və sonra o da video çəkdi, mən də video çəkdim, paylaşdım və ondan bəri də Azərbaycanla bağlanacaq xoş nələrsə paylaşır və orada yüzlərlə şərhlər olur. Orada insanlar da Azərbaycana gəlmək istəyirlər. Turizm agentliyi də bizə bir hazırlayıb məlumat vermişdi. Onunla Bakıya qədər yolunda hansı turistik yerlər var, nələri tarixi abidələr var, onları paylaşıb göstərə bilər. Onlar da bunu etdilər və mən də aidiyyatı dövlət demək ki, o qurumlarla da əlaqə saxlamışam. Məsələn, mən elə buradan Gəncənin başçısı mən Niyazi müəllim Bayramova təşəkkür edirəm. O özü də onu qarşıladı və ondan xahiş etdim. Onun otelini də ödədilər, onun yemək içməyini. Hətta orada xəstələnmişdi. Niyazi müəllim özü onu apardı. Xəstəxanada o da yanında dayanıb. Yəni çox böyük ona hörmət göstərir və mən ona görə təşəkkür edirəm. Çünki Gəncə də bu il beynəlxalq bir yarışmaya ev sahibliyi edəcək. O da Gəncə ilə bağlı çoxlu paylaşımlar edirdi və mən sevindim ki, Azərbaycanın bax belə məmurları da var ki, onlar da ona kömək etdilər. İndi o, yəni Azərbaycanın rayonlarını gəzə-gəzə Bakıya gəlir. Mən də indi bu yaxınlarda gedəcəm, onunla bir rayon arası, onunla piyada gəlmək istəyirəm, gedəcəm. Yəni bax belə oldu və burada yəni mən sadəcə olaraq bir parlamentin üzvü kimi, Azərbaycan Finlandiya Dostluq Qrupunun rəhbəri kimi istədim ki, yəni o Azərbaycanla bağlı xoş hisslər paylaşsın, biz ona qonaqpərvərliyimizi göstərdik də. O da çox təəccüblənmişdi ki, bir deputat partiya sədri 500 kilometr yol qət edib və onun
qayğılarını dinləməyə gəlib. Onun üçün xoş idi və onu da bütün dünya ilə paylaşdı. Hə, bu təbii ki, bütün Finlandiya, mən baxdım şərhlərə, Finlandiyadan belə yazıblar. Sizə təşəkkür edirlər. Bəli. Təbii ki, turizm bizim üçün bu gün çox önəmli sahədir və necə düşünürsünüz? Ümumiyyətlə, yəni bu sizin təşəbbüs etdiniz bunu. Real həqiqətdə necə olmalıdır? Bu turizm agentliyi məşğul olmalıdır belə məsələlərlə. Yəni hər bir turistin məmnun qalması bizim üçün önəmli məsələdir. Yox, turizm agentliyi əlindən gələn edir. Onlardan narazılığım yoxdur. Onlar işləyirlər. İşləyirlər ki, Azərbaycanda turistlər çox gəlir. Onlar əllərindən gələn edirlər, amma məsələ burasındadır ki, bizim quru sərhədlərimiz bağlıdır. Turizm agentliyinin səlahiyyətlərinə daxil olmayan bir çox məsələlər var ki, turistlər incidilir orada. Mənə belə gəlir ki, turizm agentliyinə müəyyən səlahiyyətlər verilməlidir ki, məsələ tamamilə onların məsuliyyətində qalsın və bilinsin ki, kimdən soruşulur o problemlər. Məsələn, bir ara biz həmişə düşünürük ki, insanlar üçün daha yaxşı şərait yaradılmalıdır. Ondan sonra bir çox turizm şirkətləri yaradılır. Onlar turistləri aldadırlar, incidirlər. Bizim restoranlarımız məsələn, mən özüm şahid olmuşam, mənim yanımda 2 Alman və Avstriya vətəndaşı, olar ki 20 gün bundan öncə və restoranların birində onlar dedilər ki, onlar xarici vətəndaşdır, biz qutabı onlara 3 manata, sizə 1 manata verəcəyik. Restoranların hamısında 2 menyu var, xarici vətəndaşlar üçün, yerli vətəndaşlar üçün. Xarici vətəndaş görür, taksi sürücülərimizin bəziləri, elə məsələn, həmin o Taina xanımı da, bax, o Finlandiyalı turisti də 10 manat, 8 manatlıq yola 100 manat pul istəmişdi. Baxın, yəni bu dərəcədə olmaz ki. Biz təbii ki, bu cür söz mən özüm də xarici ölkələrdə olanda taksi şoferləri, sürücüləri həmişə çalışırlar ki, daha çox alsınlar, olur. Amma da bu dərəcədə yoxdur. Yəni sürücü turisti aldatsın, restoran aldatsın, hotel aldatsın, qutab satan aldatsın və onda o turist bir də bura gəlmək istəyərmi? Yox. Amma bu təəssüflər olsun ki, turizm agentliyinin məsuliyyətində deyil də, onlar ancaq tövsiyə verə bilirlər. Bununla bağlı cəza tədbiri görülməlidir. Ümumiyyətlə, necə ola bilər ki, bir restoranda varlı adamlar üçün ayrı menyu, kasıblar üçün ayrı menyu və gözümüzə yaxşı adam görünür, bunun cibində deyəsən pulu var, bunun üçün ayrı menyu gətirir. Və gəlirli hesabı da aldadırlar. Yəni, bu məsələlərə ciddi tədbir görülməlidir ki, çünki bir çox turistlər mənə müraciət edir və bunu hər kəs bilir. Ümumiyyətlə, kafelərdə, restoranlarda, istirahət yerlərində turistləri aldadırlar və o turistlər də gedir, sonra Azərbaycanla bağlı bədbin videolar paylaşırlar. Bu da turistlərin gəlməsinin qarşısını alır. Təbii ki, bununla bağlı ciddi tədbirlər görülməlidir, mütləq şəkildə. Və bu məsələdə, belə deyək, bir sıra nümunələr göstərilməlidir ki, həm xarici ölkələrdə necə olur, həm Bakının özündə də. Əsasən problemlər biz görürük ki, bölgələrdə olur. Çünki Bakıda yenə hər hansı bir nəzarət mexanizmləri var. Bölgələrdə bu mexanizmlər yoxdur. İndi mən bir digər məsələyə keçmək istəyirəm, belə yadıma bir məsələni saldınız. Misal üçün, biz son aylardır yazırıq ki, bölgələrdə mərasimlərin keçirilməsinin, yəni dəbdəbəli keçirilməsinin qarşısı alınır. Hər gün bir rayonu yazırıq biz. Yaxşıdır, bu təqdirə layiqdir. Amma nəzərə alaq ki, Bakıda buna heç də riayət olunmur. Günü bu gündə gedəndə mərasimlərə orada bir açılmış bir stol görürük biz. Yəni Bakıda olan bu nümunə göstərilmədiyi təqdirdə biz necə bölgələrdən tələb edə bilərik ki, orada mərasimləri siz belə deyək, sadə eləyəsiniz? Yas mərasimləri ilə bağlı konkret və aydın şəkildə hər zaman fikrimi bildirmişəm. Bütün cəmiyyət bunu bilir. Parlamentdə də bildirmişəm, ayrı-ayrı qəzet və internet televiziyalarında da bildirmişəm və bir daha təkrar etmək istəyirəm. Əgər biz yas məclislərində qayda-qanun yaratmaq istəyiriksə, dəbdəbəli yas məclislərini yığışdırmaq istəyiriksə, bu sahədə yüngüllük yaratmaq istəyiriksə və bunu da insanların əziyyət çəkməməsi, yas sahibinin əziyyət çəkməməsi naminə ediriksə, o zaman təbii ki, burada bir bərabərlik mühiti qorunmalıdır. Birinci növbədə o nümunəni varlı insanlar, vəzifəli şəxslər göstərməlidir. Onlar öz yas məclislərini dəbdəbəsi, sadə çay stolu ilə yekunlaşdırmalıdır. Birinci növbədə. İkincisi, Azərbaycanda ümumiyyətlə yas məclislərinin yığışdırılması üçün
o Bakıdan başlamalıdır. Birinci növbədə Təzəpir məscidi və Heydər Əliyevanda məscidin mərasim zallarında verilən yas mərasimləri ləğv olunmalıdır. Sadə məclislər olsun, orada da verilsin, çay məclisləri. Amma orada yemək verilir və biz bunu rayonlara deyirik ki, sən vermə və hətta tələb də qururuq və tələb də edirik, hətta bəzilərinin qazanlarını evlərindən yığışdırıb aparırsa, mən bunu ədalətli saya bilmərəm. Mən razıyam ki, bəli, bütün rayonlarda yığışdırılsın. Mən bilirəm ki, Azərbaycanın bir çox rayonunda, məsələn, Samux rayonunda yığışdırılır. Mən hörmətli icra başçısı ilə Dövsü müəllimlə də söhbət eləmişik. Ora icra başçısı təyin olunandan sonra orada ümumiyyətlə o sahədə birinci növbədə qayda qanun yaradan rayonlardan biridir. Ona sağ ol deyirəm. Ondan sonra artıq digər rayonlara da keçib və indi mənim deputat olduğum İmişli rayonunda da kəndlərin demək olar ki, bir 80%-də yas məclisləri dayanıb, rayonun özündə də bu göstəriş verilib dayanır. Və düşünürəm ki, artıq İmişli rayonunda da tez bir zamanda bu məsələ bitəcək. Amma qonşu rayonlarda, Saatlıda, Biləsuvarda, Kürdəmirdə və digər rayonlarda da bu dayandırılıb. Bütün rayonlar düşünürəm ki, artıq dayandırılacaq. Yaxın bir ay ərzində bu tamam dayandırılır. Amma bunun Bakıda da dayandırılması vacibdir. Necə ola bilər ki, mərkəz qalır, rayonlar dağıdılır. Əslində, hər şey bəzən yuxarıdan aşağı başlamalıdır. Qayda qanunlar yuxarıdan aşağı başlamalıdır. Qayda qanun aşağıdan yuxarıya başlaya bilməz. Ona görə də birinci növbədə Bakıda da bunun dayandırılması üçün birinci növbədə adlı sanlı məscidlərdə, mərasim evlərində o dayandırılmalıdır, nümunə göstərilməlidir. Ondan sonra bütün vətəndaşlar da əməl edəcəklər. Bunun da müqabilində heç kim demir ki, kimsə atasına, anasına, yaxınına yas məclisi qurmasın. Yas məclisi qursun, ehsan da versin. Bir xurma verib, xurma ilə bir çay vermək də ehsandır. Kim ehsan vermək istəyib, rəhmət qazanmaq istəyirsə, ona çəkdiyi xərci getsin, 5 nəfərin yolunu düzəltsin, bir kasıbın getsin, evini təmir etsin, bir kasıbın uşağının təhsil haqqını ödəsin. Və o daima ömür boyu bir bitməyən şəkildə nəsil kökə gedərək də həmin insana rəhmət oxuyacaqlar. Yəni, rəhmətin elə yalnız kiməsə qarnını doyurmaqdan rəhmət ehsan keçmir ki. Ehsan yalnız kiməsə qarnını doyurmaq deyil. Mən düşündüyümə görə ehsan yaxşılıq etməkdir, rəhmət qazanmaqdır. Rəhməti də yeməklə ancaq həmin vaxtda yemək yeyib, rəhmət deyib gedəcək, ondan sonra unudacaq. Amma sən ona yaxşılıq etsən, yolunu çəksən, qeydinə qalsan, bir kasımın qayğısına qalsan, o ömür boyu yadda qalan bir rəhmət olacaqdır. Qazi müəllim, elə dəfn mərasimindən danışmışkən digər bir problem də istəyirəm müzakirə edək. Əsasən də bölgələrdə bu problemlə üzləşir insanlar. Kimsə rəhmətə gedir, artıq onun başı qarışır həmin o dəfn proseslərindən və burada ölüm kağızı almaq məsələsi müşkilə çevrilir. Və bir 3 gün sonra da müraciət edən deyirlər, sən gecikibsən və yaxud da nə və həmin o şəxs bilmir, ölüsünlə məşğul olsun, yoxsa bu kağız çuğuzun altına düşsün. Bakıda yenə də o problem haradasa öz həllini tapır və operativ həll olunur. Bölgələrdə bu olduqca böyük əziyyət başa gəlir insanlar üçün. Siz çox gözəl bir məsələyə toxundunuz. Elə mən parlamentin son iclasında bu məsələni qaldırmışam. Bu məsələni mən qaldırdım parlamentin son iclasında. İmişli'nin çalışıram ki, bütün yas məclislərində iştirak edim. Və mən yas məclisində iştirak edirəm və hansı yas məclisinə gedirəmsə 70%-də mənə müraciət olunur ki, ölüm kağızını ala bilmirik. Böyük bir problemdir. Səbəb də budur ki, bununla bağlı qanunvericilik mürəkkəbləşdirilib, çətinləşdirilib. Demək, təcili yardım çağırmalısan, o ölüm faktını təsdiq etməlidir. İndi elə olur ki, tutaq ki, bir kimsə ölür çağıra bilmir, ya başı qarışır. Heç kim belə bir vəziyyət yaranıb ki, insanın ölüsü ölə bilər və görür ki, bunun başında əsir. Bu öləcək və bilir ki, bunu xilas eləyə bilmərəm. İndi bu həmin vaxtı ölüsünü kənara atıb düşünməlidir ki, mən bunu necə imkan yaradım, bunu necə öldürüm ki, mən sonra bunun ölüm kağızını ala bilim. Belə, bu ən əcaib yanaşmalardan biridir. Yəni, indi bir çox insanlar kimsə xəstələnəndə düşünür ki, mən bunun ölüm kağızını, birdən öldüyüm kağızını necə alacağım, mən hava çağırım, necə eləyim? Bu ölüsünü unudur, başlayıb o barədə düşünməyə. Çünki sonradan ölüm kağızı, sonra ölümlə bağlı verilən pul almaq üçün vaxtında müraciət eləməlidir. Bütün bunlar əcaib formaya salınıb.
Və məsələ burasında da sonradan deyirlər, 3 gün keçəndən sonra deyirlər, sən getməlisən, məhkəməyə müraciət eləməlisən. Mən də bunu başa düşürəm, bunu dövlət onun üçün etməyib ki, insanların incitsin. Dövlət bunu ona görə edib ki, bu qanunlar ona görə çətinləşdirilib ki, əgər bu səbəbi bilinsin ki, bu insan bəlkə kimsə öldürüb, bəlkə kimsə zəhər verib, bəlkə öz yaxınlarını öldürmək istəyib ki, əmlakına sahib olsun. Yəni o ölümün səbəbini bilmək üçün bunlar, bu çətinliklər yaradılıb. Amma indi bizim dədədən babadan gələn adət-ənənəmiz var da, bunun hər hansı bir bunun kəndin, rayonun icra nümayəndələri var. Və onlar hər kəsi çox yaxından da tanıyırlar. Məhkəməyə də 3 gündən sonra gedəndən sonra məhkəmə deyir ki, get icra nümayəndəsindən kağız gətir. İcra nümayəndəsindən kağız gətirəndən sonra onun haqqında müsbət qərar çıxarır. Elə bunu əvvəl icra nümayəndəsi verirdi də o kağızı. İcra nümayəndəsindən niyə aldınız bunu? Təzədən əgər məhkəmə də icra nümayəndəsindən o kağız istəyirsə, bu məhkəməyə müraciət nəyə lazımdır? O icra nümayəndəsi bunu verirdi də, həll edirdi də. O baxımdan bu məsələdə yüngüllük lazımdır. Doğrudan da orada çox əndirabadi bir yanaşma var. O məsələ ilə bağlı mütləq şəkildə bir müzakirə olmalıdır, yüngülləşdirmə olmalıdır ki, buna hansı yolla həll etmək olar, asan yollarla. Mən demirəm ki, bunu indi asan eləmək, amma müzakirəsini keçirib asanlaşdırma yollarını tapmaq mümkündür və bu mütləq şəkildə həyata keçirilməlidir. Mən parlamentdə də dedim ki, Səhiyyə Nazirliyi, Təbii Aidiyyatı dövlət qurumları yığışmalıdır, bir ictimai müzakirə keçirilsin ki, bu sahəni necə mükəmməlləşdirmək, təkmilləşdirmək olar ki, insanlar bu cür problemlərlə üzləşməsinlər. Razı müəllim, bu günləri bölgələrimizin əsasında bu İmişli və digər bölgələrin ən böyük problemi su problemidir. Elə bax, dünən yazdığımız bir xəbəri oxumaq istəyirəm. İmişli rayonunun Hacı Rüstəmli kəndinin əkin sahələri susuz qalıb. Fermerlər bildirir ki, pambıq və yonca sahələrə su verilmir. Nəticədə havaların həddindən artıq isti keçməsi ilə yanaşı suyun verilməməsi də məhsulun itkisinə səbəb olur. Və belə problemlər də bir çox kəndlərdə yəni bu gün mövcuddur. Ümumiyyətlə necə düşünürsünüz? Bu günləri əsas strateji bir məhsul sudur. Bu problemin həll olunması üçün dövlət hansı işləri görməlidir? Və bəlkə də yerdə insanlar hansı qənaət eləməlidir, yoxsa hansı formada həll olunmalıdır? Bilirsiniz, bu məsələ yalnız bir rayona bağlı məsələ deyil. Su problemi bütövlükdə Azərbaycanda var. Bütün rayonlar sudan əziyyət çəkirlər. İmişli aqrar bir rayondur. Saatlı, Kürdəmir, Biləsu var, bu yaxında olan Beyləqan, bunlar hamısı Səbrabad, aqrar rayonlardır. Əkin sahələri orada çoxdur. İmişlidə heç zaman su problemi olmayıb, amma artıq bir neçə ildir quraqlıq səbəbindən, çaylarda suyun səviyyəsinin azalması səbəbindən, yağıntıların az düşməsi səbəbindən o problemlər yaşanmağa başlayıb və İmişlidə də arteziyan quyuları artıq vurulmaq üçün insanlarımız çağırış edirlər. İmişlinin bir çox kanalları artıq betonla üzlənib ki, su itkisini qarşısı alınsın və bilirsiniz ki, Cənab Prezidentin sərəncamı ilə artıq Yuxarı Qarabağ kanalı, Şirvan kanalının üzlənməsi ilə bağlı artıq maliyyə ayrılıb, sərəncam imzalanıb. Biz bunları oxuduq və suyun idarə olunması, indeksləşdirilməsi ilə bağlı dövlət qərarlar qəbul edib həyata keçirilməlidir. İndi Su Ehtiyatları Agentliyi bunları nə dərəcədə edə bilir, düzgün edir, düzgün idarə edə bilir və s. artıq bu onlara ünvanlanan məsələdir. Amma problemlər çoxdur, həqiqətən çoxdur. O sahədə ağır bir sahədir. Mən demirəm ki, o sahənin də kimsə daha yaxşı idarə edə bilər və s. deyə bilmərəm. Amma mən bilirəm ki, ağır sahədir və orada problemlər bitmir. Yaxın aylarda, illərdə də bitməsini gözləmirəm. Orada daha savadlı yanaşmalara ehtiyac var. Daha ciddi yanaşmalara ehtiyac var. Çünki günü-gündən su ehtiyatları da azalır, yağıntılar azalır. Bunun üçün Su Ehtiyatları Agentliyi problemləri bilir, həlli yollarını da bilir. Amma bunları tezləşdirmək lazımdır. Bununla bağlı zamanında hökumətlə belə lazımsa parlamentə də gəlib məsələni qaldırıb bir davaya çıxmaq lazımdır ki, bu qədər vəsait lazımdır, belə eləmək lazımdır. Bütün orqanlarla bunlar daha ciddi şəkildə tələb qoymalıdırlar ki, çünki onlardan soruşulacaq bu su məsələsi. Yağış sularının yığılması ilə bağlı bir proqram var. Məsələn, bu daha tez bu tikilməlidir, qurulmalıdır, yaradılmalıdır. Problemləri bilirlər, həlli yollarını da bilirlər, qanunlar da qəbul olunub, proqramlar da qəbul olunub. Amma bunun həyata keçirilməsi ilə bağlı problemlər var.
O problemlər nədir? Bunları Su Ehtiyatları Agentliyindən soruşsanız yaxşı olar, amma problemlər çox ciddidir və bütün rayonlarda bu məsələ elə kəskin dayanıb ki, artıq insanlar bəzən yəni ki, artıq ya yolu bağlamağa çıxırlar, icra hakimiyyətlərinin qarşısına gəlirlər, bizə çox sərt bizimlə danışırlar ki, bizə su verin, amma deputat suyu ilə təmin etməlidir. Deputat aidiyyatı orqanlara müraciət edir və onlar da hər bir şeyi iqlim dəyişikliyinə bağlayırlar. Bu belədir və əkin sahələri ilə bağlı. Mən özüm Milli Məclisdə Aqrar Komitədə sədr müaviniyəm, komitənin sədr müaviniyəm. Aqrar məsələləri olub, kənddə böyümüşəm, kənd təsərrüfatı ilə məşğul olmuşam, uşaqlıqda. Yəni, indi pis yaxşı bu sahəni ən azından bilirik. Su, ümumiyyətlə, kənd təsərrüfatı və torpaqlar idarə olunmalıdır. Bunu Kənd Təsərrüfatı Nazirliyi, bu necə idarə olunmalıdır, bununla bağlı onlar çox gözəl yolları da bilirlər. Həyata keçirilməsi ilə bağlı yenə problemlər var. Əslində Azərbaycanda problem necədir, o necə həll olunmalıdır, bununla bağlı proqramlar var, xarici təcrübə öyrənilib. Hər kəs hər şeyi çox gözəl bilir. Həyata keçirilmir, həyata keçirilməsi sürətləndirilmir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Siz Azərbaycanda hər hansı bir problemi göstərən aidiyyatı dövlət qurumu ilə danışın, onlar sizə proqram göstərəcəklər, problemləri necə həll yollarını deyəcəklər. Özünüz belə deyəcəksiniz ki, kağız üzərində hamısı əladır. Nə gözəl və deyəcəksiniz ki, doğrudur, bu həyata keçirilməlidir. Amma həyata keçirilmir məsələsi var. Ya vəsait yoxdur, ya vəsaiti almaqda çətinlik çəkirlər, ya müraciəti vaxtında eləmirlər, ya da ki, vəsait ayrılır, onu həyata keçirmədən büdcəyə qaytarırlar. Artıq bu bacarıqsızlıqdır, kompetensizlik olur bu. Bu belə bunlar da var. Məsələn, deyək ki, elə məsələlər var, məsələn, torpaq planlaşdırılmalıdır. Sən əgər su ora çatdırılacaqsa, bəri başdan aidiyyatı qurumlar, icra hakimiyyəti qarşı tövsiyə olunmalıdır ki, sən gidib orada o taxıl əkirsən, sən orada pambığa əkirsən, amma riskdir bu. Sən ona ola bilsin ki, quraqlıq keçsin, sən onu suvara bilməyəcəksən, əkmə var. Quraqlığa davamlı başqa bir şey ək. Ya da gözlə bu nəsə də, yəni ona deyilməlidir. Və yaxud, bəli, quraqlığa, məsələn, biri çayın bu hissəsində, deyək, çaya daha yaxın yerdə suya ehtiyacı olmayan bitki əkir, 10 kilometr kənarda suya hər gün ehtiyacı olan bir bitkini əkir. Bu nəzərə alınmalıdır, bütün bunlar planlaşdırılmalıdır. Fermerə də deyilməlidir ki, etmə bunu. Elə fermerə nə bilir, bir çoxlarının baxa bilmir heç bu aqrar qulluq nədir, əkinçilik nədir, dədə-babadan nə gəlib onu görürlər. Amma qiymətlərə baxırlar, nə daha gəlirlidir. Onlar baxırlar, amma riskləri qiymətləndirə bilmirlər. Və aidiyyatı dövlət qurumlarının, icra hakimiyyətlərinin məsuliyyəti və vəzifəsidir ki, o riskləri onlara başa salsınlar. O riskləri onlara desinlər, sən burada kirsən, sonra mənim qapıma gəlmə, su istəmə, mən bura su verə bilməyəcəm. Bax, bütün, ya sən ancaq bunu dəmiyə əkə bilərsən, o da ki, Allahdan asılıdır, yağış yağdıracaq, yağdırmayacaq. Bu baxımdan, bunu Kənd Təsərrüfatı Nazirliyi çox gözəl də bilir. Çünki mən hələ hörmətli Məcnun müəllim nazir olanda da mən onunla görüşdüm. O məsələləri o qədər gözəl savadlı bunları izah elədi, yanaşdı, mən heyran qaldım. Amma bugün mən görürəm ki, onun həyata keçirilməsində hələ ki problemlər mövcuddur. Məsələn, bu belə deyək də, bilirsiniz bu planlaşdırma nəyə bənzəyəcək? Köhnə kolxozların bərpa olunması. Vətəndaşlar torpaqlarını birləşdirirlər. Məsələn, burada taxıl əkiləcək. Burada pambığı daha yaxın sahələrdə əkək, burada isə pambıq əkiləcək. Başqa yerdə pomidor əkiləcək. Başqa, məsələn, bu suda 2 dəfə su tələb edir, qarpız sahələrini başqa yerdə salaq. Və bu kolxoz kimi planlı təsərrüfat lazımdır. Mütləq şəkildə plansız təsərrüfat zamanı keçdi. Çünki sən bunun dərman verməlisən, su verməlisən, kanal çəkməlisən. Sonra bunun hətta satışı ilə bağlı, təchizatı ilə bağlı satılmalıdır. Məsələn, bir vətəndaş gedir, bir yerdə 1 hektar pomidor əkir. Yaxud qarpız əkir, yemiş əkir, taxıl əkir, başqa bir məhsullar əkir. Və sonra deyir ki, mən bunu sata bilmədim. Bilirsiniz niyə sata bilməyir? Çünki onu alan ya bir sahibkar olsun, ya dövlət olsun. O düşünür ki, mən buradan 10 kilometr gidib onun 1 hektarından alacağım, başqa bir yerdə 50 hektarda kimsə ki, gidib ondan alacağım. O yol xərcini hesablayır. Deyirəm, mən 3 sotorda, 10 sotorda, 20 yarım hektar burada kimsə ki, gidib balaca yerlərdən almaq istəmir. Bu, bunun üçün nəqliyyat xərcidir.
maşın nəqliyyat xərcidir, bunun daşınma xərcidir. Bu xərclər çoxdur və o məhsullar fərqli məhsullardır. Bunun yoxlanılması lazımdır. Daşınanda əzilir və s. Ona görə də burada çox adamla vaxtlı itkisi olur. Orada 50 hektar, tutaq ki 10 sot burada var, 5 sot orada var, yarım hektar orada var. Hamısına nəqliyyat getməlidir. Hamısına vaxt gedir, zaman gedir. Bu qədər insanla danışmaq lazımdır, söhbət aparmaq lazımdır. O insanların canını incidir. O nə inir? O düşünür ki, orada 100 hektar bir sahə var, mən gidib bu abi oradan alacağım onu. O birisilər məhsulunu sata bilmir. Ona görə sata bilmir. Əgər bu planlı şəkildə qurulsa, 50 hektar bir məhsul əkilir, 100 hektar burada bu məhsul əkilir və bunlar da dövlətin təchizat orqanı ilə, kənd təsərrüfatının o tam doğru adını deyə bilmirəm, təchizatla bağlı bir səhmdar cəmiyyətdir. Müqavilə bağlanıb ki, onlar alırlar özlərinin, onların da məsələn soyuducular, böyük soyuducuları var, anbarları var, orada saxlanıla bilər. Həm də bu ərzaq təhlükəsizliyi deməkdir. Yəni bir vətəndaş gedib 5 sot yerini əkib sonra sata bilmir, xərclə çəkir ora və məhsul əlində qalır, xarab olur. Çünki heç bir kim gəlib o 5 sotundan onun məhsulunu alıb o qədər xərc çəkmək istəməyəcək. Ona görə də artıq aqrar, bax təsərrüfatlar yaranır, aqrobirliklər yaranır. Və onun üçündür o. Orada yəni bir sahibkar getdi, ya dövlət getdi, bir sahədən alıb aparır onu. Amma düşkünə sən kəndin canına 100 nəfərdən hərəsinin 1 sotunda, 10 sotunda, 20 sotunda heç kim onu almayacaq. Əvvəllər bu var idi. Sovet vaxtında kaptyorşiklər deyildi, kaptyor deyirdilər. Onlar vətəndaşları aparıb özləri də bir bu taxta yeşiklər paylayırdılar ki, sən narı ver, pomidorunu yığ, başqa məhsullarını yığ, mən gəlib götürəcəm. Həyət gəlirdilər, yığırdılar, aparırdılar. O Sovetin sistemi idi. İndi o sistem işləmir, biraz da özəllilik var, biraz özəl sektor var, biraz artıq bu məsələlər vətəndaşların öz ixtiyarına buraxılıb, onlar hamısı fermerdir, sahibkardır. Ona görə də indi dövlət burada onları tənzimləməlidir. Vətəndaşların xoşuna gəlməsə də, acığı gəlsə də məcburən onları kolxozlaşdırmalıdırlar. Bu problemlərdən sonra artıq o təbii olaraq öz həllini tapacaqdır. Təbii ki. Və təəssüf olsun ki, belə problemlər, bu susuzluq kimi problemlər bir digər insanların işinə, karına yarır. Necə, misal üçün, İmişlidə həmin bir neçə gün qabaq xəbər verdik ki, karxanalar yaradıblar. O suyun, çayın olan hissəsində. Haradakı bir boşluq var, orada bir karxana yaradıblar və təəccüblüsü odur ki, 30 dənə karxananı belə ləğv eləyiblər orada. Demək ki, bunlar hamısı yaranıb və heç nəzarətdən kənar olaraq fəaliyyət göstəriblər. Neçə müddət var, ondan sonra artıq bilmirsən nə qədər ziyan vurublar olar o çay məzrasına. Sovet dövründən, ikinci müstəqilliyimiz dövründən onların hamısı o şəkildə fəaliyyət göstəriblər. 30-dan çox orada ümumiyyətlə xeyli o cür karyerlər olub, qum-çınqıl karyerləri. Elə onlar yəni ki də necə gəldi, tədarüba qaydası ilə fəaliyyət göstəriblər. İndi artıq o məsələlərlə bağlı ciddi nəzarət yaradılıb və 30-dan çoxu da artıq onların qapanıb, bu vadanlıqlara götürülüb. İndi İmişlidə ya 2, ya 3 artıq qum-çınqıl hansı ki sənədləri düzdür, onlar fəaliyyət göstərə bilirlər. Yəni belə problem olub. Bir də Razi müəllim, Azərbaycan futbolu üçün bir sevincli bir hadisə baş verdi ki, İmiş komandası yüksək liqaya vəsələ qazandı. Yəni bunu bir çoxlarını sevindirdi və siz özünüz də iştirak etmişsiniz İmişli stadionunun açılışında. Keçən il 2023-cü ildə səhv eləmirəmsə. Belə bəhbəhlə təqdim olundu stadion, hər şey əla və komanda da sağ olsun çıxdı yüksək liqaya. Məlum oldu ki, komanda öz İmişlidə oynamayacaq, oynamalıdır Şamaxıda, digər şəhərlərdə. Və burada biz hansı bölgə futbolun inkişafından danışa bilərik ki, yəni İmişli sakinləri, məsələn Qarabağın, Neftin oyununa öz rayonunda baxa bilmirlər. Və ümumiyyətlə problem deyirlər ot örtüyüdür. Yəni bir ot örtüyünü həll eləmək niyə belə müşkilə çevrilir? Bu məsələdə mən konkret indi futbol mütəxəssisi deyiləm, AFFA nümayəndəsi deyiləm. Ancaq mövqeyimi bildirə bilərəm. Birinci növbədə onu qeyd edim ki, İmişliyə futbolun qaytarılmasının mən AFFA-ya təşəkkür edirəm. Mən vaxtilə İlxan müəllimlə görüşdüm və İmişli futbolunu İmişliyə yəni qaytarmağa nail oldum. Yəni bu birbaşa deyək ki, təvəzzökarlardan uzaq olsa da mənim fəaliyyətimin nəticəsi oldu. Yəni İmişliyə futbolu mən qaytardım, xahiş elədim, minnət elədim. Çox mən də AFFA-ya təşəkkür edirəm. Onlar inandılar və onlar da artıq peşman deyirlər ki, İmişli komandası özünü doğrultdu. Çünki İmişlidə futbol ənənəsi olub.
Mən də bunu demək istəyirəm. Sonradan onlar da imişliyə maliyyət ayırdılar, stadion da təmir olundu. Mən narazı deyiləm, sağ ol deyirəm onlara. Amma indi onlar hansı qərarı veriblər ki, kim necə oynamalıdır, o otorite ilə bağlı. Çünki yəqin ki, bununla bağlı Dünya Futbol Təşkilatlarının da qaydaları var. Onların da qaydaları var, standartları var və o standartlara cavab verməlidir və o dövlətin məsuliyyəti deyil ki, hər hansı bir stadionu təmir etsin. Bunu iş adamları edir. Futbol komandası özünə sponsor tapır. Onlar edirlər, qaydalara salırlar və sahibkar da hansı futbol komandasına pul qoyur. Kim ki yaxşı oynaya bilər, ona pul qazandıra biləcək. Yəni ki, heç kim cibindən çıxardı belə çölə pul atmayacaq. Onun üçün də yaxşı futbolçular cəlb eləmək lazımdır. İmişli bunu bacardı. İndi növbəti dəfə İmişli inşallah daha yüksək yerlərə nail olar, Avropa kuboklara çıxar. Ondan sonra onun stadionuna da pul qoymaq istəyən, onu təmin etmək istəyənlər də iş adamları da tapılacaq. Və yaxud hal-hazırda onlara kömək edən iş adamları var. Onlara təşəkkür edirəm. Onlar daha çox pul yatırmaq istəyəcəklər. Çünki futbol bir biznesdir. Futbola biznes kimi yanaşmaq lazımdır. Biz futbola bir sosial layihə kimi yanaşsaq, bir dövlət investisiya, dövlətin pulu ilə onu inkişaf etdirməyə çalışsaq, o inkişaf edə bilməz, o korrupsiya yuvasına çevrilər. Futbol biznesdir bütün dünyada və o dünyada olan futbol biznesini biz bura gətirik. Burada indi bunu tətbiq etməyə, müəyyən nəsil yaratmağa çalışırlar, mən gördüyüm qədər. Ənənə də yaranıb biznesdir. Yəni yaxşı oyuna pul qazan, sənin üçün də pul qoymaq istəyənlər olacaq. Futbol biznesdir, gözəl bir biznesdir və onun da sahibkarları var, elə adamlar var futbol üzərindən 100 milyon qazanır, 1 milyard qazananlar var, indi başqa xarici futbol komandalarında biz görürük. Və bizdə də bu şəkildə bu yanaşılmalıdır. Yoxsa buna biz sosial layihə kimi yanaşar, ondan xahiş edib, biraz nə olar, rayonumuzun adına görə biraz buna pul qoyub, biraz bunu əvvəlki vaxtlarda eləmək olar. Amma hər şey futbolçuların və futbol komandasının oyunundan asılıdır ki, daha çox diqqəti cəlb etsinlər və maliyyə vəsaiti cəlb edə bilsinlər. Ümumiyyətlə, bu hansı problemi daha çox bizim üçün xatırladır? Bölgələrdə, bir çox yerlərdə olimpiya kompleksləri olsun, hansısa bir stadionlar olsun, bərpa olunur, açılışı olur. Bir il sonra demək olar ki, baxımsız vəziyyətə düşür. Yəni, bu ümumi bir bölgələrin bir problemidir. Yəni, tək bu futbola aid deyil ümumiyyətlə. Siz çox gözəl bir məsələyə toxunursunuz. Bax, olimpiya mərkəzləri yanar. Bir çoxları neçə dəfə təmir olundu. Çünki sıradan çıxırlar. Otellərə sıradan çıxır. O törtüyü sıradan çıxır. Onların içərisinə girsən, otaqlar sıradan çıxıb. Oyun yerləri, zallar hamısı sıradan çıxır. Onların sanuzelləri sıradan çıxıb, pis günə qalıb. Su xətləri partlayıb. Yəni bərbad günə qalırlar. Təzədən dövlət pul ayırır, təzədən onlar təmir olunurlar. Əslində onlar biznes kimi fəaliyyət göstərməlidirlər. Özləri pul qazanmalıdırlar. Amma insanların da bir çox rayonlardan da kasıbçılıqdan və sair səbəblərdən də həm də ki insanlarımızın kütləvi şəkildə idmana marağı olmadığına görə də ki, yəni idmana getsinlər, məşq eləsinlər və s. Hər kəsin indi öz kasıbçılığı ilə məşğuldur və s. Biraz da bizim Azərbaycan insanlarımız daha çox restorana meyillidirlər, gəzməyə meyillidirlər, yeyib-içməyə meyillidirlər. İdmana görürsən, məsələn, o boyda bulvar tikilib, hər yerdə parklar var. Tezdən çıxsan görəcəksən ki, 15 nəfər qaçır. Başqa ölkələrdə görərsən ki, yüzlərlə insan qaçır orada, idman edir. Amma bizim restoranlarımıza getsən hamısı doludur. Bizdə yeyib-içməyə meyillidir xalqımız. Ona görə də onlar işləyə bilmirlər. Orada kafedə işləməlidir, biz işləməlidir, müəyyən məbləğdə insanlar idmana gəlməlidir, pul almalıdırlar ki, onlar özlərini saxlasınlar. Yəni dövlət ora pul ayıracaq, tutaq ki, yardım ayrılacaq 100 min, onun da bir 50 minin kimsə müəyyən yollarla mənimsəyəcək ona və s. Başqa cür mümkün də deyil, onun qarşısını almaq olmaz. Ona görə də problemi kökündən həll etmək lazımdır. Yoxsa sən elə ayrılan pulu gözlə ki, birdən oğurlayarlar, hara qoydular, necə xərclədilər. Sabah yenə sıradan çıxacaq ki, təzədən pul qoysunlar buranı. Onun marağı olmayacaq onu saxlamaq. Elə düşünəcək ki, dövlət bunu saxlayır da. Ya muzeylər olsun. Bu insanlar gəlməlidir, muzeyə pul verməlidir, muzey də onların özünü saxlamalıdır. Dövlət nə qədər ona pul saxlamalıdır. Yəni hər şeyə sosial layihə kimi yanaşmaq olmaz. Sosial layihə yaşlılar evidir, yetim uşaqlar, o hansı ki sahib uşaqlar və qatılmış uşaqların olmalıdır. İndi belə, yəni hansı ki o biznes sahəsi deyil. Sosial layihə onlara yanaşılmalıdır. Əlillər var, fiziki cəhətdən qüsurlu bizim insanlar, vətəndaşlarımız var. Bunlara sosial layihə kimi yanaşmaq lazımdır, kömək etmək lazımdır. Onkoloji xəstələr var, hansı ki kasıb ailələrdirlər. Onlar o xərci çıxa bilməyəcəklər, bu və digər səbəbdən xəstədirlər.
Dövlət bunların qayğısına qalır və sosial layihə kimi yanaşmalıdır. Amma hər bir məsələdə dövlət ilə büdcədən pul ayırsan bu mümkün deyil. Ona görə də o cür stadionlar və stadionlar, olimpiya mərkəzləri və s. sırf olaraq 100% biznes kimi fəaliyyət göstərməlidirlər. Qazandıqları pullardan da gücü çatmayan kasıb ailələrinə güzəşt eləməlidirlər, yardım verməlidirlər ki, o yardımla onlar da gəlib orada məşq eləsinlər, idman eləsinlər, onlardan pul almasınlar. Yaxşı. Əhalinin 80%-dən alsınlar, 20%-dən almasınlar. Kasıb uşaqları var, şəhid ailələri var, qazilər var. Bunlardan pul almasınlar. Kimdən ki, o qazandıqları pullardan da onların da xərcini ödəsinlər. Bütün dünyada sistem belə işləyir. Amma büdcəyə nəzarət düşün ki, elə büdcədən pul gələcək, təmir edəcəm, gələn yenə xarab olacaq, təzədən büdcədən pul versinlər. Bu işləməz, ona görə də o obyektlər hamısı o şəkildə qalırlar. İndi çox yaxşıdır ki, bir çox beynəlxalq tədbirlər rayonlara salınır. Həmin o olimpiya mərkəzləri pul alır büdcədən və yaxud başqa mənbələrdən də, xaricdən də pullar gəlir və təmir olunurlar orada, onlar özlərini saxlaya bilirlər. Bu çox yaxşıdır. Mən bunu çox sevinirəm. İndi Azərbaycanın məsəlində sentyabrda MDB oyunları keçiriləcək və Azərbaycanın 3-4 rayonuna salınıb Gəncə, 7 şəhərdə olacaqdır. Gəncə, Yevlax və Mingəçevir, Qəbələ, Şəki, Xankəndi hətta. Bəli, Xankəndi hətta. Və bütün bunlarda həmin o yerdə yenidən quruluş. Və bu rayonların inkişafına kömək eləyir, idmana maraqları artırır. Yəni bu şəkildə dövlət əlindən gələn əslində edir bu sahədə. Amma bir balaca da yəni ki, bu sahələrdə ənənəni dəyişmək və orada rəhbər şəxslərin özlərinin biraz biznes təfəkkürünü inkişaf etdirilməsi. Bax, yəni dediniz onu, bəzi rayonlarda olimpiya kompleksləri həqiqətən elə işləyirlər. Biz bu yaxınlarda Yurt Media Təşkilatçılığıyla bir futbol turniru keçirdik Şamaxı şəhərində. Şamaxı Olimpiya kompleksinin meydançasında və orada da qaldıq. Orada bütün heyət, bir 40 nəfərlik heyət və şahidi olduq ki, oranın idarəçiliyi tam başqa cürədir. Yəni artıq ola bir biznes kimi baxırlar, bir turizm obyekti kimi baxırlar həmin elə də olmalıdır. Və elə təəssüf ki, elə obyektlərimiz barmaqla sayısa qədərdir. Bir neçə obyektimiz var. Digərləri belə görsənir ki, əsas idarəçilik orada düzgün formada qurulmalıdır ki, bu biznes kimi özünü doğrula bilsin. Mütləq şəkildə. Mən düşünürəm ki, həmin obyektlərin hamısında bir biznes, turist obyekti kimi yanaşmaq lazımdır və biz təbii ki, kasıb insanlarımızı, istedadlı övladlarımızı, vətəndaşlarımızı da unuda bilmərik. Onlar üçün güzəştlər olunmalıdır ki, bu da ya onlar müəyyən güzəşt müqabilində az pul ödəyərək məşq eləyirlər, orada məşğul olurlar, ya da ki, ümumiyyətlə ödəmirlər, məşq eləyirlər. Amma sırf olaraq oturmaq, gözləmək, bir nə vaxt dövlət gəlib burada tədbir keçirəcək, kimsə müraciət edəcək ki, mən burada tədbir keçirim. Onlar özləri burada biznes kimi yanaşmalıdır ki, müxtəlif təşkilatlara, biznes orqanlarına, idman təşkilatlarına məktublar göndərsinlər ki, biz sizin üçün şərait yarada bilərək, gəlin tədbirlərinizi bizdə keçirin. Və yaxud orada müəyyən konferanslar düzənləmək üçün təşkil etsinlər ki, gəlin konferansınızı burada keçirin. İcra hakimiyyətlərinə müraciət etsinlər ki, tədbirlərinizi bura salın, bizə ödəniş edin, sizin üçün bu şəraiti yarada bilərik. Yaxud ayrı-ayrı dövlət tədbirləri, ayrı-ayrı vətəndaş tədbirləri, ayrı-ayrı biznes tədbirləri nə olsun keçirsinlər və bunun da müqabilində müəyyən bir pullar alsınlar. Əslində dövlət bunun üçün imkan yaradıb onların nizamnaməsində. Onlar buna məşğul ola bilərlər. Amma indi kiminsə bacarığı var, kiminsə bacarığı yoxdur. Ona görə də o cür yerlərə biznes təfəkkürlü və biznes kimi işlədən və hətta mən deyərdim ki, bəlkə də onları bir biznesmenlərə icarəyə versinlər. Və yaxud onlara versinlər, onlarla müqavilə bağlasınlar ki, siz buranı işlədirsiniz və həm buranı saxlayırsınız, amma bu qədər də yəni büdcəyə ödəyirsiniz və yaxud onun öz inkişafına. Onlar özləri, yəni ki, orada artıq hansı ki, İdman Nazirliyinin nəzdindədir. Mənə belə gəlir ki, onun yolları var və buna da yəqin ki, yaxın zamanlarda qərar verib gedərlər. Başqa yol yoxdur. Və Razi bəy, sonda bütün bu bir çox problemlərin hamısının bir kökü də ondan ibarətdir ki, insanlar kütləvi şəkildə Bakıya axın edirlər bölgələrdən. Və elə dediyiniz o kadrlar, hansı ki, biznes təfəkkürlü və yaxud da menecerlər o bölgələrdə qalmır ki, işlətsinlər və inkişaf etdirsinlər. Ümumiyyətlə, məncə bunu da düşünmək lazımdır. Bu kadr axınının, Bakıya kadr axınının bir qarşısını almaq. Bunu təbii ki, birinci növbədə rayonlarda müəyyən abadlıq işləri gedir, kəndlərdə də gedir. Kənd və rayonlarda daha çox iş yerləri yaradılmalıdır. İnsanları orada saxlayan nələrsə olmalıdır.
və insan Bakıda görəcəyi xidməti orada da görməlidir. Əfsuslar olsun ki, rayonlarda biznes mühiti uyğun deyil. Hələ də rayonlarda mən deməzdim ki, iş adamlarına, iş qurmaq istəyənlərə lazımi şərait yaradılır. Mən bunu deməzdim. Və bu yalnız onlara da bağlı məsələ deyil. Çünki sənədləşmə, torpaq, sənədləşmə, infrastruktur, dövlət orqanlarından lazımi cavabı alma, bunların hamısı böyük bir problemdir. Çox böyük bir problemdir. Mən deməzdim ki, məmurlar o insanlara canı dildən kömək etmək yolunu tuturlar. Yəni, çünki Azərbaycanda hal-hazırda vəziyyət belədir ki, tam olaraq qanuni bir sənədli bir yer tapmaq çətindir. Hər yerlər zəbt olunub, bir çox yerlər sənədləri yoxdur, sənədləri yarımçıqdır və onların təzədən sənədlərini düzəltmək, dövlət orqanlarından müraciət etmək çox baha başa gəlir, uzun zaman aparır və bir sənədi düzəltmək üçün 30-dan çox dövlət qurumundan keçirsən və onların bütün idarələrdə görmədiyin zülmü çəkirsən və sonra bir çoxları da bezir bunun dalınca gedə bilmir. Yəni sadələşdirmə yoxdur, çox mürəkkəbdir. Bu sahələrdə ciddi sadələşdirməyə ehtiyac var ki, insanlar canları incimədən tez bir zamanda biznesə başlaya bilsinlər. Sənədlərə düz deyilsə, onların sənədlərinin düzəlməsi üçün lazımi dövlət orqanı onlara kömək eləsin, amma eləmirlər. Deyir, sənədin düz deyil və onlar yalan demir, sənədi düz deyil. Sənədi düz deyilsə, sən buna belə kömək et. O gedir, müraciət edir, ora çox çətinliklə bir neçə ildən sonra sənədini düzəldə bilər, düzəldə bilməz və heç kim də o qədər dözməyəcək. Başqa ölkələrə gedirlər və yaxud imtina eləyirlər, heç etmək istəmirlər və yaxud qanunsuz yollarla o işi görmək istəyirlər, sonradan onu gəlib sökürlər, yaxud təzədən onun üzərinə çökürlər və ondan nələrsə umurlar, qeyri-ənənəvi yollarla kömək edirlər. Sonra başqa bir məmur gəlir, deyir ki, yox, sənədin səhvdir, sökülməlidir, dağıdılmalı ya da ki, həm də haqqımı verməlisən və s. Yəni, çox bu məsələ əcaib bir formadadır. Ona görə də birinci növbədə ölkəmizdə sənədləşmə problemi həll olunmalıdır. Sənədsiz obyektlərdən, evlərdən. Çünki ölkənin yarısı ölkənin evlərinin də sənədi yoxdur, obyektlərinin də sənədi düzgün deyil. Alan da peşmandır, satan da peşmandır. Bütün bu məsələlərin hamısı bir dəfəlik həll olunmalıdır. Çünki zamanında göz yumulub, hər tərəf zəbt olunub, qanunsuz evlər tikilib, qanunsuz obyektlər tikilib, yerlər zəbt olunub. Əvvəl belə reyestrlər də yox idi axı. Yəni indi təzə yox idi və bütün bunlar və bütün bunları tez bir zamanda həll etmək lazımdır ki, o inkişaf olsun. Amma onu həll etmək olmur. Ona görə də pul qoymaq istəyən, pul yatırmaq istəyən, o da istəyir ki, məsələn 2-3 ay məsələni həll eləsin, tez bir işə başlasın. Eləyə bilmir. Eləyə bilmir, mümkün deyil. Və o lazımi köməkliyi də aidiyyatı qurumlardan görməyəcək. Yəni bunu unutmaq lazımdır. Hələ ki o təsəvvür və ənənə də yaranmır. Düzdür, bizim indi elə dövlət orqanlarımız var ki, mən onlara təşəkkür edirəm. Onlar doğrudan da çox ciddi can yandırırlar. Onlar məsuliyyət hiss eləyirlər. Amma bir orqandan keçirsən, orada hər şey çox gözəldir. Çox gözəl insanlar kömək eləmək istəyirlər. O birisində ilişirsən. Güclə bitər buradan keçirsən, təzədən burada ilişirsən. Belə gedirsən, çoxdur onların sayı. Yenə burada asan olur, o birisində yenə çətin olur. Və belə aylar keçir, illər keçir və görürsən ki, hər şey yarımçıq qaldı da, bezdi, pulu da bitdi. Əsas kapital getdi, artıq işə başlamağa bir kapital qalmadı. Razi bəy, başqa hansısa bir məsələ qaldı mı biz aktual məsələ, hansısa ki biz vurğulamalıyıq bu gün burada? Əlbəttə ki, məsələn, problemlər çoxdur. Biz kifayət qədər məsələləri müzakirə elədik. Elə bilirəm, elə bunlar bəs edər. Hələ ki, qoy bunları danışaq, indi baxanlar bunu həzm eləsinlər. Ondan sonra növbəti məsələlərə də qayıdarıq. Çoxdur məsələlər. Hər bir ölkənin problemi var. Bizim ölkəmiz də yeni ölkədir. Problemlər olacaq, çalışacaq. Əsas məsələ problemin olması deyil. Əsas məsələ o problemi həll etməyə istəyin olmasıdır. Aidiyyatı dövlət qurumlarının onu həll etməyə çalışmasıdır. Əgər həll etmək istəmirlərsə, məsələ illərlə uzanacaq. Əsas məsələ istəkdir, müsbət istək. O istək varsa, hər kəs qolunu çırmayıb bu işi görəcək. Amma mən bir çox yerlərdə o istəyi görə bilmirəm.
Ümid edək ki, bu istək zamanla yaranacaqdır həm məmurlarda, həm insanlarda və biz də öz izləyicilərimizdən təşəkkür edirik və rica edərdik ki, öz problemləri barədə baxdıqları bu videonun şərh bölməsinə qeyd eləsinlər. İnşallah biz aylar sonra Razi bəylə yenə oturub müzakirə edəndə artıq həm əldə olunmuş nəticələri müzakirə edirik, həm yeni problemləri danışarıq. Çox sağ olun, minnətdaram sizə. Teşekkür ederim size. Sağ olun. Çok sağ olun.